Bağışlayan və mehriban Allahın adıyla. Əziz müsəlmanlar, indiyə qədər Həzrətin şərəfli ömründən 1100 ildən çox ötməsinə baxmayaraq, uzun ömürlükdə onun ömrü, uzun ömürlü peyğəmbərlərin də ömrünün vurub geçmişdir. Lakin bir şərtlə ki, peyğəmbərlər Quran ayələrinə əsasən çox yaşadıktan sonra qocalırdılar. İmam Zaman Aleyhisselam'da isə qocalıq nişanələri yoxdur və hələ ki olmayacaq. Necə ki İmam Rıza Aleyhisselam bu barədə buyurub ki, zuhurun əlaməti budur ki, İmam Zaman zuhur edəndə qoca yaşındaykən cavan oğlan qiyafəsində olacaq. Belə ki ona nəzər salanlar 35-40 yaş arası ona yaş verməyi mümkün olacaqdır. Həzrəti Əli Aleyhisselam hədislərin birində buyurur ki, bizim qaimimiz zuhur edən zaman yırtıcı heyvanlar ilə qeyri-yırtıcılar arasında sülh hökm sürəcəkdir. İmamın xüsusiyyətlərindən biri də budur ki, Həzrət zuhur edən zaman bir dəstə ölmüş insanlar Allahın izni ilə diriləcəklər və İmam Zaman Aleyhisselama qoşulacaqlar. Onlardan misal üçün Həzrəti Musa Aleyhisselamın qövmindən olan 27 nəfər şəxs qeyd olunmuşdur. Daha sonra Şeyx Mufid öz kitabında nəql edir ki, 7 nəfər Əshab-ı Kəhf, Yuşa ibn Nun, Əbu Dəccanə Ənsari, Miqdad və Malik Əjdər Allahın izni ilə diriləcəklər və Həzrətə və onun dəstəsinə qoşulacaqlar. Sadaladığım insanlar İmam Zamanın əshabələrindən sayılacaqlar və müxtəlif ölkələrdə hakimiyyət başına başçılıq etmək üçün təyin olunacaqlar. Hədislərimizdə gəlmişdir ki, hər kəs əhd duasını 40 gün sübh namazından sonra ardıcıl olaraq oxusa, əgər imam zuhur etməmişdən qabaq dünyasını dəyişib ölərsə həmin şəxs, imam zuhur edəndə Allah Teala onu dirildəcək və imamın huzuruna çatdıracaqdır. Bu zaman yer kürrəsi öz tərkində gizlədilmiş xəzinələri, gizli dəfinələri, qızıl, ləl, cəvahiratı üzə çıxaracaqdır. Yağışın, bitkilərin, ağacların, meyvələrin və başqa yer üzündə olan nemətlərin artımı gözə çarpacaq dərəcədə çoxalacaqdır. Belə ki, o zaman yer kürrəsi başqa vaxtlarda olduğu zamandan xeyli fərqlənəcəkdir. Və Allah Təbarək və Teala'nın İbrahim surəsində buyurduğu bugün yer dəyişilərək başqa bir yer olacaqdır ayəsi həqiqətlə gerçəkləşəcəkdir. Allah bizləri də oyunu görənlərdən və İmam Zamanın köməkçilərindən qərar versin inşallah.